əhvala başlayım qəmli kəlamla, Kürdəmir əhlinə xoş ehtiramla. Təbriz Beyləqanlı belə verib qərar, şəhidimiz haqqında rəvayətim var. Var vətən uğrunda xeyli şəhidimiz, bizim fəxrimizdir hər bir igidimiz. Sizə danışım Məmmədov Əli haqda, döyüşlərdə can qoyub Qarabağda. Mən də deyim onun qoçaqlığından, vətənə bağlı olub uşaqlığından. Ömr edirdi Kürdəmir rayonunda, görün nələr baş verəcək sonunda. 98-ci ildə sentyabrın biri, ilahi verdi Əli tək bir şiri. Ata kişi kəndində gözünü açıbdı, gəlişi ilə ailəyə nur saçıbdı. 4 bacının bir dənə qardaşı idi, onlara həmdəm həm də sirdaş idi. 2004-də qədəm qoyub məktəbə, yavaş-yavaş keçim əsas mətləbə. Qurbanov adına adlanan məktəbin, bilənlər bilirdi onun məzhəbin. İllər ötür xeyli fəsildən sonra, zaman çatır bir neçə ildən sonra. 2013-də bitirib 9-u, energetika texnikomu da arzusu. Texnikoma daxil olandan Əli, özü də savadlı həm də dərrakəli. 4-cü kursu az qalır bitirsin, qərar verir özünü döyüşə yetirsin. Uşaqlıqdan həvəsi olub hərbiyə, ailəsi vermişdi bu cür tərbiyə. 2017-də gedir xidmətə, layiqincə xidmət edir millətə. Torpağına, vətəninə sadiq oldu, istədiyi rütbəyə layiq oldu. Öz hünərin gedib göstərib orada, ikinci həmlədə birinci taborda. Həm ürəkli, həm hünərli biri idi, özü də tağım manqa komandiri idi. Xidməti görsədibdi kəşfiyyatda, mərd kimi ömr eyləyibdi həyatda. Xidmətin bitirib qalıbdı çasta, hərbi həyatı davam edir asta-asta. Uğur qazandı hər bir işlərində, can qoyubdu iyun döyüşlərində. Hamı onun uğrunu alqışlayır, İkinci Qarabağ döyüşü başlayır. Döyüşə girir igid kimi, nər kimi, məhv edir düşməni cəngavər kimi. Su qovuşanda əlinə alır silahı, görün nələr baş verəcək ilahi. Murov dağda Gülüstan qalasında, ala-ala şəhidlərin qisasında. Uğurlu addımla irəliyirdi, torpağını azad etmək istəyirdi. Əli ürəklə qabağa getdi qorxusuz, baxmayaraq meşədə qalıbdır susuz. Dayanmadan yenə də irəliyirdi, ana vətənin ana kimi istəyirdi. Əli çəkinmədən döyüşdü bu halda, tüm komandiri qalıb neytralda. Çətinliklə edir komandiri xilas, komandiri evə sağ göndərir əsas. Əli canı ilə xidmət edir orduya, dəfələrlə düşür onlar puskuya. Əli çıxarır puskudan əskərləri, bir-bir qırır o yağı düşmənləri. Qarabağ Azərbaycan şüarı ilə, əmir gəlir komandir qərarı ilə. Kəlbəcərə girir öz heyəti ilə, düşməni məhv edir şücaəti ilə. Çətin döyüşlər olsa qadiyanmır, ordumuz da irəliyir yubanmır. Əmir gəlir şəhid var götürərsiz, dağın başına özünüzü yetirərsiz. Əli əmri icra eyləyən anda, nə bilsin düşman quracaq planda. Snayperlə vururlar ürəyindən, şəhidlər tutur atmır kürəyindən. Noyabrın 5-i yazılır yaddaşa, qəni-qəni rəhmət deyir üç qardaşa. Kəlbəcərdə zirvəli dağ başında, şəhadətə ucalır cavan yaşında. Döyüş yoldaşı ilə şəhid olurlar, qanla tarix yazan igid olurlar. Arzusuydu bayrağı sansın dağa, qismətə bax bükülüb həmin bayrağa. İlahi versin hamıya səbirdə, böyük izdiham ilə Kürdəmirdə. Şəhidimizi bu cür qarşılayırlar, şəhidlər ölməz deyib ağlayırlar. Əli də vətəni üçün oldu qəhrəman, Kürdəmir səni yad eləyəcək hər an. Kürdəmir səni yad eləyəcək hər an. Məmmədov Əlidən xatirə qaldı, ölümündən sonra 3 medal aldı. Şəhidlər ölməz ürəkdə sağdılar, onlar İmam Hüseynə qonaqdılar. Təbriz Beyləqanlı yazdı yaratdı, şəhidlərin adını sözlə yaşatdı. Qəni-qəni rəhmət deyəsiz hər zaman, sizinlə fəxr edir Azərbaycan.
Qəni rəhmət deyirik hər zaman, sizinlə fəxr edir Azərbaycan. Qəni rəhmət deyirik hər zaman, sizinlə fəxr edir Azərbaycan. Sizinlə fəxr edir Azərbaycan. Sizinlə fəxr edir Azərbaycan. Sizinlə fəxr edir Azərbaycan.